Bugün hava yağmur, göydə buludlar üzür. Uşaq kimi ağlayıb istadır onlar bizi. Tarix ayın 8-i, qışın dekabr ayı. Göndərdi əkizləri Allah mübarək payı. Sevindi ata, ana, təbrik etdi dost-tanış, bütün qohum ağraba ürəkdən etdi alqış. Bir saat fərqi ilə oldu bu mərd igidlər. O yüzden də zahirən oxşar değildi onlar. Hər ikisinin üzündə var idi gözəl bir nur. Odur ki adlarını koydular Teymur, Seymur. Zaman kuş kimi uçtu, böyüdü bu əkizlər. Kim bilirdi onları gözləyir daha nələr. Müharibə başladı. Vətən zülmət içində, vətənin keşiyində durdu onlar ikisi də. O iki mərd ürəkdən biri birdən də yandı. Namərd düşmən pusqudan bizim Seymuru vurdu. Qalxdı bizim Seymurumuz şəhidlik zirvəsinə. Bütün vətən axındı ananın ah sesinə. Bugün doğum günüdür bizim şəhid Seymurun. Odur ki bir salavat deyək ruhuna onun. Bugün varıq, sabah yox. Yaddan tez çıxacağıq. Çox qısa bir zamanda biz unudulacağıq. Lakin heç unudulmaz, heç vaxt bizim şəhidlər. Çünki onlar həyatda pozulmaz tarixdilər. Can sağlığı diləyək əzizimiz Teymura. Çox əziyyətlər çəkib vətən uğrunda o da. 42 nəfər çıxartdı atla mühasirədən. Hər birinin dalıyca qayıdaraq yenidən. İstədilər versinlər ona milli qəhrəman, etiraz edərək o. Mən əskərəm hər zaman. Qəhrəmandır şəhidlər. Onlar o ada layiq. Bizlər isə sadəcə olduq vətənə sadiq. Can sağlığı diləyək Teymura biz ürəkdən. Qoy yaşarsın gözləri hər an yalnız sevincdən. Görərik inşallah bizlər oğlunun toyun, qardaşının adını qoyduğu o Seymurun. Nə aşığam, nə şair. Sözlər gəldi ürəkdən. Səhvim varsa üzürlü hesab edin siz lütfən.